Meyxanaçı Məşədi Babanın oğlu illər sonra atası haqqında hər şeyi danışıb. O bildirib ki, atası spirtli içkiyə alüdə olmuşdu və nəfsinə qalib gələ bilmirdi. Bu asılılıq onun ailəsini, sənətini və həyatını məhv etdi. Oğlunun sözlərinə görə yaşadığı ağır psixoloji durum sonda faciə ilə nəticələndi və Məşədi Baba özünü yandıraraq həyatını itirdi. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Münaqişə lap sərt olmuşdu, psixoloji keçmişdi sərt-söhbət. Qaynatası şərt qoymuşdu qabağına ki, içkini tərgiz, götür apar ailövdə. Bu insan da nə bilim, atamdır, canım, ciyərimdir, özünə qalib gələ bilmədi, nəfsinə qalib gələ bilmədi. Yəni günün bu günü elə insanlar var ki, elə öz bacısı məsələn deyiblərdi bunu ki, biz özümüz o ilə vaxt olurdu gündə 5 dəqiqə qala bilmirdik. Amma ki, həyat yoldaşı o ilə 10 il dözüb. Bu şeylər də var da, yəni. Amma bu bəzi insanların yaydığı şayiələrdir. Güya ailəsinə görə, güya gəlib qışqırıb qapıda ailəmi vermisiniz, yandıracağam özümü. Boş şeylərdir. Yandırdılar, nə bilim, ondan qabaq da dedilər, polis nə də qorxu gəlib, hər bir söz deyib. Yox, heç bir elə şeylər olmayıb. Bunların içində yəni mən olmuşam, bilirəm. O özünü yandıranda da biz gördük. Prosta biz keçəndə artıq iş işdən keçmişdi, gec oldu. Mən çıxsaydım nə edəcəydim? 8 yaşında uşaq. Bu insan psixologiyası elə pozulmuşdu ki, bəlkə mən onu yaxınlaşsaydım məni belə yandırardı.